Anın azqanını isə. Zaben Karapetyan. Hayranını. Hovani. Zaben Hovannisoğlu Karapetyan. Zınnıtyan orev. Zınnıtyan orev. Kadavtanın yutanı çok turmi. Amisi. Nöberi tazıksın. 1974 yıl noyabr ayının 16'sında andan oldu. Vordeles Zınve. Zınve'den. Noyamberiyan rayonunun Dover kəndində andan oldu. Vordeles Abrum. Noyamberiyan rayonunun Dover kəndində yaşayır. Vordeles rayon. Əlaqəti vəra Kavakası'nın bir sarayı mümkünatı oldu. Poğyama, Dışarıyama, Lid Gorbeş Narayonit, sarayı mümkünatı oldu. Mən kənd sakiniyəm, pul müqabilində, ödəniş müqabilində, döyüş növbəçiliyində iştirak edirəm, döyüş növbəçiliyində cəlb olunur. Vor baymanlarım es Ansel Aysobutyan, Azərbaycanı yana geri bura. Annevari Kalkati ye Marahu Kişeva Ramanavne Nantin Katil Devi Azerbaycanı Koma. Əlverişli savaş şəraitindən istifadə edərək, yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik. Kod nüvada dedin ki, मैंने पता कर ये तो कुंभी है तो म्यासिन ये देवार आए थे कराको है ना कितने भी कोगमा वो स्पानन मेज देवी ऐसोंबी देवी सामान खंबीन देवी तेरा है ना कितने भी कोगमा कितना वो कोगमा məqsədimiz Azərbaycan silahlı qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə baskın edərək orada olan əskərləri öldürmək olur. Xumbu qazmın viravorni unes Yeku viravorni xumbimes və treçi yer Bağdadəsi taran devi haykada kovma. Qrupumuzun tərkibində 2 nəfər yaralı oldu və həmin 2 nəfər yaralını qrupun digər üzvləri götürərək erməni mövqeləri istiqamətinə qaçdılar. Voy bayramında Azərbaycanı qovman. Xımbeli qovmin, Hakarman qovmin, Ekam Zeytlerteti Yeku Devorayı, Devi Bağdadəsi haykadan kovma. Evet, Krakosneri Ramanavne'nin taknaveti, Yetara'nın taknaveti, Yevdivorneyi. Evet, Bağdadesi Devi Azerbaycanı kovma, Yevdivorneyi, İngiltere'sin Devi ve Yetin Azerbaycanı kovma. Qrupun digər üzvləri yaralı olan 2 əskəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim, qaçmağa müvəffəq olmadım və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan silahlı qüvvələrinin əskərləri məni ələ keçirdilər.